Xanımlar və cənablar, əziz Gəncəlilər, bugün biz Azərbaycanın qədim və mədəniyyət beşiği olan Gəncə şəhərində görkəmli bəstəkarımız Fikrət Əmirovun adını daşıyan bu mötəbər filarmoniyanın səhnəsində Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, tanınmış bəstəkar, professor Məmmədağa Umudovun yaradıcılıq gecəsinə toplaşmışıq. Gəncə həmişə elmə, ədəbiyyata, musiqiyə böyük töhfələr verən bir şəhər olub. Bu şəhərdə belə bir tədbirin keçirilməsi əlbəttə təsadüfi deyil. Çünki bu torpaq hər zaman sənətə dəyər verən, musiqini sevən insanlarla dolu olub. Bugün də belədir, sabah da belə olacaq. Biz bugün Məmmədağa Umudovun yaradıcılıq gecəsində onun həyat və yaradıcılıq yoluna nəzər salacağıq. Eyni zamanda onun bəzi əsərlərini dinləyəcəksiniz. Bəstəkarın özü ilə həmsöhbət olacaq və siz tamaşaçıların da suallarını, fikirlərini almağa ümid edirik. Nə suallarınız olsa, nə fikirləriniz olsa bizimlə bölüşməyinizi xahiş edirik. Mənə elə gəlir ki, çox səmimi bir gecə keçiriləcək və belə deyərdim, gecəmizə ilk nömrə olaraq bir video çarxla başlamaq istəyərdik. Bu, Məmmədağa Umudovun Cumhuriyyət marşıdır. Daha sonra isə söhbətimizi davam etdirəcək. Beləliklə, Cumhuriyyət marşı. Çıxış ediblər Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, dirijor Mustafa Mehmandarov, Azərbaycan Milli Konservatoriyasının xoru, bədii rəhbər Təranə Yusifova. Cumhuriyyət marşı, sözləri Vüqar Əhmədindir. Azərbaycan Cumhuriyyətinin 100 illiyinə həsr olunur. İlk ifa.
70-ci illərində müstəqil yaradıcılıq yoluna qədəm qoyan Məmməd Ağa Umudov musiqinin müxtəlif janrlarında əsərlər yazmışdır. Onun mövzularının əhatə dairəsi də çox genişdir. Bir neçə əsərinin adını çəkmək istəyirəm. 3 simfoniya, simli kvartet, balet suita, tar ilə simfonik orkestr üçün konsert, violin və simfonik orkestr üçün konsert, Çargah Muğam simfoniyası və onlarla bu kimi bir-birindən maraqlı, dəyərli əsərlər. Və belə əsərlərdən də biri məhz indi səsləndirilən Cümhuriyyət marşıdır. Bu əsərin meydana gəlməsinin bir tarixçəsi var, bir qədər onun haqqında danışmaq istəyərdim. Siz də bilirsiniz ki, 1918-ci il may ayının 28-də Azərbaycanda ilk parlamentli Respublika Xalq Cümhuriyyəti yarandı. Baxmayaraq ki, bu cümhuriyyətin ömrü cəmi 23 ay oldu. Ancaq bu müddət ərzində Azərbaycanın sərhədləri müəyyənləşdirildi, onun Azərbaycan dili dövlət dili hesab elan edildi, onun gerbi, bayrağı, himni təsis edildi. 20-dən artıq dövlət Azərbaycanın müstəqilliyini qazandı. Lakin 20-ci ilin aprelin 28-də isə Sovet ordusunun Azərbaycana gəlişi ilə onun hakimiyyətinə, Cümhuriyyətin hakimiyyətinə son qoyuldu, o süquta uğradı. Lakin buna baxmayaraq, bu da onu göstərdi ki, Azərbaycan xalqı nə qədər böyük iradəyə, nə qədər böyük gücə və birliyə qadirdir. Və nəhayət bir də 70 ildən sonra, 1991-ci ildə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyəti gəlməsi ilə Azərbaycan öz müstəqilliyini qazandı və onun davamçısı cənab İlham Əliyev və şanlı bizim ordumuzun böyük dəstəyi və səyi ilə Azərbaycan bugün tam müstəqil bir respublikadır və biz tamamilə müstəqil bir Azərbaycanın vətəndaşlarıyıq. Çox xoşbəxtdir ki, məhz belə bir dövlətin, tam azad bir dövlətin vətəndaşlarıyıq və əlbəttə belə bir vətənpərvərlik ruhlu əsərlərin yazılması da, xüsusən Cümhuriyyət marşının yazılmasına da bir labüddük olmuşdur. 2018-ci ildə cənab Prezident İlham Əliyevin sərəncamı ilə Cümhuriyyətin 100 illiyinin keçirilməsi ilə bağlı sərəncam verilmişdi və bu sərəncamdan irəli gələrək həm Respublikamızda, həm də Respublikamızdan kənarda bir çox tədbirlər həyata keçirilmişdi və eləcə də elm sənət adamları, o cümlədən bəstəkarlar məhz bu mövzu əsasında öz əsərlərini yaratmışdılar və Məmməd Ağa Umudov da məhz belə vətənpərvər bir bəstəkarlardan biri idi ki, həmin 100 illiyə həsr etdiyi Cümhuriyyət marşını yazmışdı və siz də həmin əsəri dinlədiniz. Mən bu əsər haqqında danışdım. İndi istəyərdim bəstəkarın həyat yoluna çox qısaca bir nəzər salam. O 1949-cu ildə Bakının qədim kəndlərindən biri olan Əmircanda dünyaya göz açıb. Uşaq yaşlarından musiqiyə böyük həvəsi olan Məmməd Ağanı atası Tar dərnəyinə qoyur. Daha sonra o Asif Zeynallı adına indiki Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecinə daxil olur. Daha sonra isə Azərbaycan Dövlət Konservatoriyasına 2 ixtisas üzrə təhsil alır. İlk olaraq tarix ixtisası üzrə Tar fakültəsini bitirir o. Daha sonra 73-cü ildə Bəstəkarlıq fakültəsinin 2-ci kursa daxil olur və görkəmli bəstəkarımız Cövdət Hacıyev sentində dərs alır. Və belə bir görkəmli bəstəkardan dərs almaq hər bir gənc üçün böyük bir şans, böyük bir şərəf idi və Məmməd Ağa Umudov da məhz belə bir müəllimdə oxuduğu üçün hər zaman qürur duyub və ondan aldığı bilikləri böyük səylə, böyük məhəbbətlə hər zaman öz tələbələrinə ötürüb. Mən elə bu məqamda istərdim ki, öz müəllimləri haqqında Məmməd Ağa müəllimin də yəqin ki, öz sözləri olar. Çünki müəllim elə bir peşədir ki, çox çətin bir peşədir və onun izləri hər bir insanın həyatında çox böyük rol oynayır. Hər birimizin hansısa bir yer tutmasında müəllimlər, ilk öncə valideynlərimizə, daha sonra biz müəllimlərimizə borcluyuq. Zəhmət olsa Məmməd Ağa müəllim, mən istərdim ki, bu haqda sizin fikirlərinizi bilək. Ümumiyyətlə, müəllim haqqında danışmaq, xüsusilə belə müəllimlər haqqında danışmaq
məşhur olan müəllimlərim olub və bunlarla haqqında danışmaq mənim üçün indi çətindir. Ona görə ki, artıq onlar həyatda yoxdurlar. Məsələn, mən tar müəllimlərimdən, indi burada tar çalanlar var, tar müəllimləri var, tardan sənətə gələn adamlar var. Onlar bilirlər ki, mən məsələn, Asif Zeynallıda Kamil müəllimlər, Kamil Əhmədovla muğam dərsi keçmişəm ki, o da Azərbaycan tar sənəti, muğam sənətinin mühüm bilicilərindəndir. Sonra Akif müəllim Novruzov vardı, bizim tar müəllimimiz. Tək mənim yox, indi hal-hazırda bir çox tar ustadları var ki, müəllimləri var ki, Azərbaycanda tək-təkdirlər və ön sıralarda gəlib cərgələndirlər. Akif Novruzov, o da alim gələn tələbəsi olub. Yəqin bundan tar ustadları bilirlər. O ki, qaldı bəstəkarlığa, sonra Gördət müəllim keçmiş rektor, konservatoriyanın rektor idi. Sonra rektor da istifa verəndən sonra keçdi və Qara ilə Çin-Çinə Şistakoviçdə oxumuş, dünyanın ən məşhur bəstəkarlarından dərs almış belə bir müəllimin tələbəsi olmaq. Özü də tarçalan olub, birdən-birə gəlib bu bir sahədən tamam başqa sahə, düzü musiqi sahəsidir, amma tarara, məsələn, klassik musiqi çox çətindir, bunları uzlaşdırmaq. Amma Cövdət müəllim, mən ondan aldığım o ekstra, mən də 4 ildə oxumuşam, tutarmışam da, o tutarana qədər mən ondan öyrəndiklərimi hələ indiyə qədər mən elə gəldi ki, tək-tək müəllimlər öz tələbələrinə belə aşılayır öz sənətin və gördüyünüz kimi tarla daxil oldum və 4 ildən sonra bitirəndən sonra mənim 3 hissəli simfoniyam efirdə səsləndi və o əsərlə bir çox yerlərdə mən tanındım və yaxud onları Moskvada o əsərlərlə məni SSR Festivallar İttifaqına üzv seçdilər. Yəni, müəllimin rolu xüsusilə sənətdə çox böyükdür. Biri az, biri çox, biri məsələn orta məktəbdə, biri musiqi məktəbində, ibtidai musiqi məktəbi müəllim elə müəllimdir. Çünki gün övrəsi düz qoyulubsa, hələ musiqi məktəbində də. Sadəcə olaraq mən bunların adlarını çəkdim, bunların adları hamı tanıyır. Amma məsələn musiqi məktəbində də mənim bu gün övrə tarı məni tutmağı öyrədən müəllim vardı. Müəllimlər vardı, tarı sərfləyici, cürbəcə ibtidai dərsləri öyrədənlər vardı. Onların da öz böyük rolu olub. Onlar da öz etaplarını keçəndən sonra ötürürlər. Yəni, müəllim elə müəllimdir. İstəyir orta məktəbdə olsun, istəyir ibtidai məktəbdə olsun, istəyir ali məktəbdə. Müəllimlər haqqında danışmaq olar, çünki daha vaxtımız o qədər də yoxdur. Nə qədər danışsam, mən belə Allahıma şükür edirəm ki, mənə ümumiyyətlə pis müəllim, yaxşı müəllim olmur. Amma belə müəllimlər mənə qismət edir və mən də nə qazanmışamsa, onlara sayəsində bu sahədə qazanmışam. Çox sağ olun, müəllim. Elə tar alətindən danışmışkən biz qeyd elədik ki, Məmməd Ağa müəllim tar ixtisası üzrə ilk öncə dərs alıb, həm Orta İxtisas Musiqi Məktəbində, daha sonra Azərbaycan Dövlət Konservatoriyasında və əlbəttə tar ixtisasını, tarı özü ifa edən bir bəstəkar bu alət üçün ola bilməz ki, əsərlər yazmasın və o da bu alət üçün çox sayılı əsərlərin müəllifidir. İlk öncə onun böyük həcmli tar ilə simfonik orkestr üçün konsertini mən sizin diqqətinizə çatdırmaq istəyirəm. Bu əsər, bu konsert milli alət olan tarın belə deyərdim, bədii texniki imkanlarını bəstəkar simfonik orkestrin ifadə vasitələri ilə çox gözəl uzlaşdıra bilmişdir. Və bu əsəri o görkəmli tarzənimiz Ramiz Quliyevə ithaf etmişdir. Elə ilk dəfə də əsər 84-cü ildə yazılıb, 85-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının 6-cı qurultayında bu əsər Ramiz Quliyevin özünün də ifasında ilk dəfə səslənmişdir. Daha sonra 2011-ci ildə Beynəlxalq Muğam Aləmi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında
əməkdar artist Sahib Paşazadənin ifasında bu konsert səslənib. Və ondan sonra bəstəkar bu əsərə bir başqa nöqteyə nəzərdən yanaşdı. Belə ki, əsəri tar üçün konsert violin alətinə, skripka yəni alətinə köçürüldü və violin və orkestr üçün çox maraqlı bir köçürülmə oldu, belə bir konsert oldu və bu konsert mən deyərdim ki, bugün Respublikamızda tək yox, Respublikamızdan kənarda da, Türkiyədə elə dəfələrlə bu konsert böyük müvəffəqiyyətlə ifa olunub. Və onun daha bir əsəri var ki, tar üçün poemadır. Məhz bugün biz həmin bu poemanın dərin məzmunlu və zəngin musiqi əsəri ilə sizləri tanış edəcəyik. Qeyd edim ki, poema latın dilində şeir, poetik əsər deməkdir. Musiqili poema isə lirik, dramatik xarakterli, əsasən instrumental, bəzən də vokal-instrumental formada yazılan sərbəst quruluşlu bir əsərdir. Və musiqidə poema janrı sanki notlarla yazılmış bir şeirdir. Burada musiqi danışır, duyğular danışır, bəzən də insanın, hətta xalqın bir hekayəsi səslənir. Və Məmməd Ağa Umudovun da tar üçün yazdığı poema əsəri məhz belə bir duyğuları özündə əks elətdirir. Bu əsəri bugün Azərbaycan Milli Konservatoriyasının magistr tələbəsi Samir Əsədli bizlərə təqdim edəcək və onu qeyd edim ki, Samir Azərbaycan Milli Konservatoriyasının qocaman müəllimi, tarzən, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məmməd Ağa Kərimovun tələbəsidir. Məmməd Ağa müəllim özü də bugün burada iştirak etməli idi. Bəzi səbəblərdən gələ bilmədi. Biz onu da salamlayırıq. Və əsər ilə Məmməd Ağa müəllimin özünə ithaf olunub və əsəri fortepianoda müşayiət edir. Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, qabaqcıl təhsil işçisi Svetlana Əhmədova. Buyurun.
təşəkkür edirik. Mən qeyd etdim ki, Məmməd Ağa müəllimin yaradıcılığı çox şaxəlidir. Ancaq onu yaradıcılığında ciddi musiqi, xüsusən də simfonik musiqi xüsusi yer tutur. O 3 simfoniyanın müəllifidir. Birinci simfoniyasını 77-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirərkən diplom işi kimi təqdim edərək böyük müvəffəqiyyət qazanmışdır. Düşüncələr adlı 2-ci simfoniyası var və Böyük Simfonik Orkestr üçün 3-cü simfoniyasını qeyd edə bilərəm. Daha sonra Simli kvartetini qeyd edə bilərəm. Bu əsər Moskvada keçirilən Azərbaycan dekadasında böyük müvəffəqiyyətlə səslənmişdir. Daha sonra onun Qobustan simfonik poemasını qeyd edə bilərəm. Və daha bir maraqlı əsəri var, Çağırgah Muğam simfoniyası. Bunu bəstəkar əslində ilk olaraq yazanda simfonik muğam adlandırmışdır. Yəni, bilirsiniz ki, ilk olaraq simfonik muğam janrının yaradıcısı Azərbaycanda görkəmli bəstəkarımız Fikrət Əmirov olmuşdur. O Şur, Kürdovşarı və Gülistani Bayatışraz simfonik muğamlarının müəllifidir və bu ənənəni sonradan bir çox bəstəkarlarımız davam etdirmişdilər. Niyazi, sonra Süleyman Ələsgərov, Vasif Adgözəlov və bir çox bəstəkarlarımız. Eləcə də Məmməd Ağa müəllim də məhz bu ənənəni davam etdirərək Çağırgah muğam, belə deyək, simfonik yazmışdı və onu bir neçə dəfə, belə deyərdim, redaktə etmişdi. Bu haqda yəqin ki, özü daha ətraflı məlumat verəcək. Sonra onu Muğam Simfoniya adlandırmışdır. Hətta bir neçə ay bundan öncə Məmməd Ağa müəllimin yubiley tədbirində Azərbaycan Dövlət Akademik Filarmoniyasında bu əsər Çağırgah Muğam Dəstgahı adı altı ilə əməkdar artist Sahib Paşazadənin ifasında səsləndirildi. Doğrudan da çox maraqlı bir yanaşma var bu əsərdə. Mən istəyərdim bu haqda Məmməd Ağa müəllim, siz özünüz öz fikirlərinizi bildirəsiniz. Mən o tar alətinə Azərbaycan xalqı kimi, mən də bir xalqın nümayəndəsi kimi tar alətinə belə bir öz alətimizə həm vurğunam, doğrudan da mən hesab edirəm ki, bu alət heç bir dünyada ən şah alət sayılan violindən də geri qalmır. Bəzən görürsən ki, bəzi imkanlarına görə istəyir, texniki istəyir, bəzi imkanlarına görə bu alət bir çox alətləri üstələyir. Ona görə bizim olduğunu görüb bilmirəm, amma indi baxırıq görürük də biz, baxın, ətraf ölkələrində Türkiyədən tutmuş, İranda da var, Türkiyədə indi təhsil sistemində onlar tar mühüm yer tutur. Tarı mən dəfələrlə olmuşam, bu İstanbul Texnik Universitetinin konservatoriyasında, Ankara Gözəl Sənətlər Universitetində ki, o bizim konservatoriyaların dəfələrlə böyükdür, həcminə görə də. İndi burada da görürəm ki, tarih yavaş-yavaş olsa, yavaş-yavaş o gəndə ki, onlar təhsil başlayırlar, artıq onlar təhsil edirlər. Sonra Özbəkistanda, Qazaxıstanda, Türkmenistanda, bu ölkələrdə artıq tar öz yerini tutur. Bu biraz, necə deyərlər, o bizim dediyə ona görə demirəm, doğrudan bu tar hər bir layiqdir, tərifə layiqdir. Ona görə də mən ilk konsertimdən sonra belə tara, məsələn, bizim nəsil 30-40 il bundan qabaq həmişə, mən faktı deyirəm ki, həmişə götürürdük, köçürmələr edirdik, perlajeniya edirdik. Violindən, nə bilim, cürbəcür alətlərdən götürüb tarçı köçürmələr edirdik. Bəstəkar əsərləri az idi, hamısı demək olar Hacıxan Məmmədovdan başladı, tar konsertindən. Allah'ın rəhmət eləsin, belə ondan başladı. Amma həmişə mən şəxsən oxuyanda, Asif Zeynal'da, dərd tədris olanda fikirləşdirəm, görürsən belə bir vaxt olacaq ki, bizim bir tar alətinin də repertuarında kimsə müraciət eləsin, belə Avropa alətlərindən və onu götürüb köçürsün, öz alətinə uyğunlaşırsın və onu başqa ölkələrdə göstərsinlər.
Mən, misal üçün, özlüyümdə, mənədən özümə, sən nə eləmişsən, belə sonra. Mən götürdüm onu, köçürdüm, bir növ viyolinə, Avropanın şah aləti olan viyolinə köçürdüm, pervajen elədim də, belə deyilik də biz. Köçürdüm və o İsraildə oxuyan bizim tələbəmiz vardı, Cəmilə Qara Yusuf. Mən ona dedim ki, Cəmilə, sən bunu göstər İsraildə. Bilirik ki, orada təhsil yerində çox güzəldir. Göstər müəllimlərlə, mən istəyirəm ki, sən bunu səsləndirəsən. Bu da gelib göstərdi, bir vaxt gəldi ki, mən bunu çalışayım, mənim müəllimlərim də belə məsələdir. Şimdi yaxşı, getdik Rauf Abdullayevin yanına, ona dedim ki, bu Cəmilə dedim, ona ki, mən istəyirəm ki, bu konserti. Sonra Rauf Abdullayev ona deyir ki, Rusça dedi, bu şiddət etirdi konsert, belə bir söz dedi. Cəmilə dedi ki, çalacağım da. А ты не знаешь, это tarlı konsert? Yani biraz böyle de yani tar konsertinde bir. Cəmilə də ona cavab verdi ki, bəli, mən bunu göstərmişəm, İsraildə göstərmişəm müəllimlərə, çox gözəl müəllimlər, onlar məsləhət görmək onu çaldı. Və gəldi, çaldı. Deməli, 14-cü ildə Filarmoniyada Rauf Abdullayev ifasında, dirijorluğu ilə bu əsəri səsləndirdi. Bu da xaricilər də vardı, gənclər günü idi deyəsən, amma səsləndirdi də, səsləndirdi. Sonra mən onun konsertdən sonra şəkil də var, üçümüz qalxdıq yanına, Cəmilə ilə ki, biz bu dedim ki, maestro, какие впечатления, yəni təsiratın necədir maestro? Dedim, mənə ki, belə Rusçadır da, mənə dedi ki, написал не для тара, а для скрипки. Mən də dedim ki, maestro, bundan yaxşı qiymət verilən, yəni mən bunu demək istəyirəm ki, tar aləti belə bir alətdir ki, onun ifası və onun üçün yazılmış əsərləri hər bir alətdə götürüb Avropada və ya dünyanın hər birini göstərə bilərsən, utanmadan göstərmək olar. Və mən öz necələrlə, öz tarı olan borcunu bu cürə yerinə yetirdim. Və bunun sonra Türkiyədən gələn Cihat Aşkın olan ən gözəl violin ustalarından biri götürüldü, apardı onu, gəldi. Burada 19-cu ildə Filarmoniya çaldı, səsləndirdi. Sonra apardı onu Avropada, neçə ölkədə. Baxanlar, iqtisadçılar bilirlər ki, bu deyəsən, violin üçün yazıldı baxın, neysə və baxırlar, nə üçündür bu sənətkarlar da, bu yazılıb tarçı. Bu necə alətdir? Bu da bir tarın təbliğatıdır. Bu tarın təbliğatıdır. Həsənin, Hüseynin və başqasının əsəridir. Bu tarın təbliğatıdır. Tar da hansı alətdir? Azərbaycan xalqının şahdır alətlərin arasında. Mənim münasibətim tara belədir. Və mən hesab edirəm ki, ondan sonra ikinci dəfə müraciət elədim. 4 oktyabrda Sahib Paşazadə əfsən çox gözəl səsləndirdi. Fuad İbrahimov rəhbərliyi altında Dövlət Simfonik Orkestrinə Filarmoniyada onu da səsləndirdi. İnşallah onun da fikrim var ki, onu götürüb bir başqa bir alətə köçürür və yaxud deyim, özləri köçürsünlər. Çox böyük məmnuniyyətlə artıq tarın adı, tarın repertuarına müraciət var. Avropadan. Yəni Avropada bilirik ki, klasik musiqinin özəyidir də, əsasıdır. Eksperiment yəni təbliğ deyəndə ki, biz necə təbliğ edəyik? Əlbəttə, bu özü böyük bir təbliğat vasitəsidir. Belə bir alətin olduğunu necə göstərək biz? Bax, bunlar görürlər, bu alət olar, bu xalq çalı alətləri deyil. Görürsən ki, başqa o gözün dikən o millətlər var ki, bu bizimdir, bu bizimdir, bu bizimdir, bu bizimdir. Onlara ancaq belə cavab vermək olur. Eğer sən də belə bir şey göstər. Yox, bax. Yəni, bu təbliğat çox belə qəliz məsələdir. Və vacib məsələdir. Və vacib məsələdir. Vacib məsələdir. Belə bu tara olan münasibədir. Ki, dəstgahı da bəli, bu yaxud da yəqin bir eksperiment kimi başqa nəsə bir şey olmayacaq. Özündəki bizim xalq artistlərinin ifasında. İnşallah bunu da görəcəyik. Bacardığımızı eləyirik ki,
Azərbaycan musiqisinin mədəniyyətini təbliğ eləyək, alətini parçalar olmuşam, yazmışam, nəsə eləmişəm, ancaq tarın adı qalır. Yəni bu alət üçün yazılı, deməli bu alət hər bir hörmətə layiqdir. Doğrudan da milli alətlərimizi qorumaq, milli mənəvi kimliyimizi qorumaq hər bir Azərbaycanlı vətəndaşının mənəvi borcudur. Kim əlindən hansı bir nəsə gəlirsə, istəyir yaradıcı insan olsun, istəyir digər peşə sahibləri olsun, Azərbaycanı dünyada təbliğ eləməlidir. Və budur bizim dünyaya çıxışımız, budur bizim bədnam qonşularımıza verəcəyimiz cavab. Bəli, biz bununla cavab verməliyik, biz bununla təbliğ etməliyik, biz özümüzü qorumalıyıq. Bəli, onda Azərbaycan musiqisi, Azərbaycan mədəniyyəti hər zaman yaşayacaq və var olacaq. Məmməd Ağa müəllim qeyd elədim ki, daha çox musiqinin ciddi janrlarına müraciət edib, daha çox akademik musiqi yazır və elə bir mən bəstəkar tanımıram ki, istər simfonist olsun, istər səhnə əsərləri yazsın və yaxud da digər janrlar onun yaradıcılığında önəmli yer tutsun, opera yazsın və s. Fortepiano musiqisinə müraciət etməsin. Mən elə bir bəstəkar tanımıram və xüsusən də həmin fortepiano üçün yazılmış prelüd janrına müraciət edilməsin. Prelüd janrı musiqinin içində özünə məxsus bir yer tutan, sadəcə başlanğıc yox, həm də özünə müstəqil bir dünya quran bir musiqi formasıdır. Bəzən prelüd əsərin giriş musiqisi olsa da, zaman-zaman o müstəqil bir forma olaraq inkişaf edib və çox böyük bəstəkarlar məhz bu janra müraciət etmişdilər və eləcə də Məmməd Ağa müəllim bu janra müraciət edərək özünün prelüdlər silsiləsini yaratmışdır. Bu 2 dəftərdən ibarətdir silsiləm və buradakı prelüdlərin hər biri müxtəlif bir ovqat yaradır insanda. Bəziləri lirika ilə doludur, bəziləri nostalji hissləri ifadə edir, bəziləri dinamikdir, bəziləri dramatik xarakter daşıyır. Yəni, hər birinin özünə məxsus xarakteri var. Hər biri nəsə başqa bir insana, aləmə aparmaq qabiliyyətinə malikdir. Və gəlin indi həmin o prelüdlər məcmuəsindən, 1-ci dəftərdən 2 prelüdə qulaq asaq, ifa edirlər, fortepianoda ifa edirlər. Azərbaycan Milli Konservatoriyasının əməkdaşları, Respublika Beynəlxalq Müsabiqələr laureatı Rəna İmanova. Buyurun.
Cümle acilliklə sevməmişəm. Onun üstündə Bəli, bu da öz müəlliminə böyük bir məhəbbətin, hörmətin nişanəsidir. Gəlin, daha bir preldə Beynəlxalq və Respublika müsabiqələri laureatı Aysel Şahbazlının ifasında qulaq asılır. Həm də gözəl ailə başçısıdır. Onun 3 gözəl övladı var, qız övladı var və bu övladları şahmat üzrə Azərbaycan birincisi olublar, federasiyanın üzvləridir. Azərbaycan idmanını hər zaman dünyada tanıdan bir övladlardır və həm də gözəl babadır. Onun gözəl nəvələri var. Bugün elə 2 nəvəsi bu konsertdə iştirak edir və növbəti əsər elə onun nəvəsinə həsr olunur. Bu, İncinin Arzuları adlı piyesidir. İncinin Arzuları həm emosional dəyəri var bu əsərin, həm də musiqi baxımından dərin bir məna daşıyır. Məmmədağa müəllimin dərin şəxsi hisslərindən doğan, incə və zərif lirizmlə dolu bir əsərdir. Öz nəvəsi İnciyə həsr edib bu əsəri və əsər bir uşaq dünyasının saf baxışlarını, arzularını, onun duyğularını musiqi ilə ifadə edir. Əsər bugün violonçeldə ifa olunacaq. Violonçeldə ifa edir Respublika Beynəlxalq müsabiqələr laureatı Cəmalə İsmailzadə. Cəlalə, üzr istəyirəm, İsmailzadə və bu əsər haqqında da ifanı dinləyək, sonra babadan bəzi suallarımız olacaq.
Məmməd Ağa müəllim, bu əsər necə oldu, yarandı? Bilirəm, İnci ilk nəvəmizdir. Hansı hisslərlə yazdınız? İncinin neçə yaşı vardı və özünü başa düşəndə, o əsərə qulaq asanda hansı hissləri keçirdi və sizə nə sual verdi, nə dedi? Biraz provokasyon sual. Nəvələri bir gün ayırmaq olmaz. O təbii. Amma bu birinci olduğuna görə sadəcə olaraq olmuşlara da nəsə yazmışam, eləmişim, amma sadəcə o növbə Necə reaksiya verir buna? Reaksiya təbii ki, özünə xoşuna gəlir ki, gəlirsə, deməli, nəsə bir şey eləmişəm. Olmuşlara da var, əsr olunub, amma növbə eləmişəm. Baba nəvənin bu xüsusi sevgisi var bir-birinə qarşı. Belə də hamısı yox. Bütün babalar nəvələrinin hamısını sevirlər. Allah bütün babaları var eləsin, nənələri var eləsin, böyüklükdən əsli eləməsin. Daha bir əsəri sizlərə təqdim etmək istəyirəm. Marş. Musiqidə marş xüsusi ritmik və temp baxımından dinamik xarakter daşıyan bir janrdır. Onu daha çox yürüşlər, hərbi tədbirlər, bayramlar zamanı ifa edirlər. Lakin mən belə deyərdim ki, milli ruhun yüksəldilməsi, vətənpərvərliyin tərənnümü üçün də istifadə olunubdur və Azərbaycan musiqisində də marş janrında bir çox bəstəkarlarımız
əsərlər bəstələmişdilər. Və Məmmədağa müəllim də Qələbəyə doğru adlı onun 2 marşı var və 2 fortepiano üçün yazılıb bu əsər. Ümumiyyətlə bilirsiniz, Məmmədağa müəllim elə bir dövrdə yaşayıb, yaradıb ki, müharibə dövrü olub, 30 il torpaqlarımız işğal altında qalıb və belə bir dövrdə, belə marşın, Qələbəyə doğru adlanan bir marşın yazılması da təsadüfi deyildi. Bu marşın yazılması ilə Məmmədağa müəllim hər zaman o səngərdə olan, döyüşdə olan bir növ əsgərlərimizə ruh yüksəkliyi verib və hər zaman qələbəyə doğrudan da inamını ifadə edib bu əsərin yazılması ilə. Və bəlkə bu haqda bir qədər özünüz məlumat verərdiniz, zəhmət olmasa. Sadəcə olaraq, bəli, 30 il biz həsrətini çəkmişik, gözləmişik və inanmışıq ki, geçdiz bu olacaq. Amma geçdiz çox adam, çox bizim ziyalılarımız, ürəyilənan ziyalılarımız bu günləri görmədilər. Amma hamının ürəyində bir inan vardı ki, geçdiz olacaq, bu məsələ həll olunacaq. Biz gördük, bəziləri var, məsələn, bir neçəsinin alıcıya, məsələn, Vasifat Gözəloğlu, Allah rəhmət eləsin, Zülfat Gözəloğlu, oğlu, Xaric Şuşalı, Süleyman Ələskərov, onların hamısının gözü yaş, həmişə gözü yaşlı idi, gözləyirlər ki, nəsə, gözləyəni də vardı, bəzən ruhdan düşəni də vardı. Şükür olsun ki, biz bu günləri gördük, bunlar Allah rəhmət eləsin, yeri beşlik olsun, necə yıl olaraq qısalsalım. Nəysə, mən onu demək istərdim ki, mən 16-cı ildə ilk dəfə belə qərara gəldim ki, romantik musiqi vaxtı deyil, musiqi də bir sıvat gəldi, romantik vaxtı deyil, nəsə fikirləşmək bir qədər. Məsələn, türklər öz marşları ilə dünyanı fəth edən, bəlkə də onların qələbələrinin 50% onların borcluydular, onların öz marşlarına. Dünyada tanınmış marşlar. Görün necədir ki, mesela Mozart kimi böyük bir sənətkar, nəhəng türk marşlarını mən də belə fikirləşdim ki, mən də nəsə bir şey edeyim. Və 16-cı ildə ilk dəfə Qələbəyə doğru ilk marşlar kitabımı təqdim elədim. Düzdür, onda hələ bilinmirdi ki, nə vaxt nə olacaq və hadisələr baş verdi, xoş hadisələr, yəni bizim üçün çox gözlənilən hadisələr baş verdi və bir illiyinə mən bizim qələbəmizin ikinci Qələbəyə doğru marş, Qələbəyə doğru müxtəlif adlı marş kitabımı, marşlar kitabımı yazdım. Yəni daha marşını tutardım. Daha qələbəyə doğru yox. Bir dəfə Jale xanım dedi ki, daha qələbəyə doğru yox, artıq qələbə marşları yazmağa lazım. Mən də indi bundan doğru tutar sözü götürülür, ancaq qələbə. Bundan sonra heç mənə qədər marş yazmağa ehtiyac olmayacaq, lazım deyil. Belə bunun ikinci marşı yazandan sonra bir illiyində, 21-ci ildə də onu təqdim elədim, ondan da gətirmişəm indi musiqi məktəblərinin nümayəndələr olsa verəcək. Bu marşları deməli 2 fortepiano çalır, 1 fortepiano çalır, 2 fortepiano zurna aləti ilə onu muğam mərkəzində səsləndirdilər. Sonra simfonik orkestr xorla onu səsləndirir bəzilərini, sonra simfonik orkestr zurna aləti ilə səsləndirir, bizim yaxşı ifaçılarımız var bu alətdə. Yəni, təyinatı üzrə mən çalışmışam ki, bu janrdan istifadə edeyim və istifadə eləmişəm qutarım. Bugün isə bu əsər bir alət üçün, bir alətdə 4 əl üçün yazılıbdır. Daha doğrusu işlənilibdir variantı. Əvvəldə qeyd etdim ki, 2 fortepiano üçün yazılıb. Bunu bir əl üçün işləyəni Svetlana Əhmədovadır. Svetlana xanım da bunu heç nədən etməyibdir. Bunun da bir məqsədi var idi. Bəzən hansısa bir tədbirə gedirsən, hansısa bir müəssisədə, konsert salonunda yalnız bir rayal olur və yaxud da bir fortepiano olur, 2 rayal və yaxud fortepiano olmaya bilir. Onda bu əsərin ifaçıları
yəni pis vəziyyətdə qalmasın. Doğrudan da belə bir addım atdığınıza görə sizə böyük təşəkkürümü bildiririk Svetlana xanım və bugün həmin marşı bizim yenə də iki tanınmış pianoçumuz Rəna və Aysel bizə təqdim edəcək. Buyurun, dinləyirik sizi. ictimai xadimdir. O 78-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. İttifaqın keçirdiyi bütün qurultaylarda, plenumlarda, konsertlərdə mütəmadi olaraq iştirak edir. Tez-tez özünün yaradıcılıq gecələri keçirilir, yubiley tədbirləri təşkil olunur və dövlətimiz də onun əməyini yüksək qiymətləndirmiş. O, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adı ilə də tərtib olunmuşdur. Və bəstəkarlıqdan əlavə o həm də gözəl bir pedaqoqdur.
1968-77-ci ildə Bakı Kitabxanaçılıq Texnikumunda başlayan pedaqoji fəaliyyəti 88-98-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası, indiki Bakı Musiqi Akademiyasında davam etdirilmiş, 2005-ci ildən bugünə qədər isə Azərbaycan Milli Konservatoriyasının professorudur. O bir çox fənlərdən dərs deyir, alətşünaslıq, partitura qiraəti, orkestrovka və digər fənlərdən və eyni zamanda bəstəkarlıq sənətinin sirlərini gənc nəslə sevə-sevə öyrədir. O çox mülayim insandır, çox təvəzzükar insandır. Lakin buna baxmayaraq, eyni zamanda çox tələbkar bir müəllimdir. Müəllim elə bir peşəkdir ki, mütləqdir səni tələbə həm hörmət etsin, həm sevsin, o zaman sənin ona verdiyin çox şey ola bilər. Və eyni zamanda müəllim o demək deyil ki, yalnız dərsini keçdi və getdi evə, yox. Müəllim tədris etdiyi fənnin tədris metodiki vəsaitlərini də yazmalıdır ki, gələcək nəsil nəslə bir örnək olsun, gələcək nəsil ondan nəsə öyrənsin, yəni yazılı bir material olaraq qalmalıdır bu. Və bu işdə də Məmmədağa müəllim öncüllərdən biridir. Onun çox saylı tədris proqramları, dərs vəsaitləri, dərs işləri vardır. Alətşünaslıq dərsliyinin elə müəllifidir. Onun həm simfonik orkestr, həm xalq çalğı alətləri orkestri üçün bu dərsliyi işləyibdir. Və çox saylı. Ümumiyyətlə, Məmmədağa müəllimdə mən bir şeyi çox yüksək qiymətləndirirəm. Əsərlərinin, yəni notlarını mən belə deyim də, çapdan çıxarılmış variantlı kitablardadır bu notlar. Yəni hansısa bir əsərini, hansı bir ifaçı əgər götürüb çalmaq istəyirsə, artıq partitura şəklində və ya klavir şəklində hazırdır. Yəni bunu hər bir bəstəkar etmir. Bu da onun özünə olan, sənətinə olan böyük məsuliyyətindən mən deyərdim, irəli gəlir. Və ona görə də Məmmədağa müəllimin kifayət sayda tədris vəsaitləri vardır. Eyni zamanda mən özüm də Məmmədağa müəllimin yaradıcılığı haqqında çox saylı məqalələr yazmışam. Onun yaradıcılığına həsr olmuş 2 broşurun müəllifiyəm. Özümü də tanıdım sizlərə, biraz gec də olsa. Azərbaycan Milli Konservatoriyasının etnomusiqişünaslıq kafedrasının müdürü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru Jalə Qulamova. Çox təşəkkür edirəm. Yəni təvazökarlıqdan uzaq olsa da sadəcə özümü də tanıtmaq istədim. Yəni Məmmədağa müəllimin yaradıcılığı elə doğrudan da uzun illərdir mən araşdırmalar aparıram. Yenə qeyd etdiyim kimi broşurları da var, bir çox elmi məqalələrimiz də çap olunubdur. Məmmədağa müəllim həqiqətən eyni zamanda gözəl bir insandır. İnsani keyfiyyətlər də çox önəmlidir. Gözəl alim ola bilmək asandır, insan ola bilmək çox çətin. Yəni Məmmədağa müəllimdə bütün bu xüsusiyyətlər doğrudan da üzdədir. Çox sakit təbiətli, çox belə deyərdim, hər zaman üzü gülən insandır, pozitiv insandır. Ona görə də heç vaxt qocalmır. Elə bu yubileydən o yubileyə, o yubileydən bu birisi yubileyə biz adlayırıq. Maşallah, maşallah. Yəni, çünki içərisi ruhu gənc olan bir insandır. Hər şeyə pozitiv baxır. Hər bir musiqisində pozitivliyi biz hiss edirik. Vətənpərvər insandır. Bilirsiniz, vətənini sevən, millətini sevən insan əsərlərində də biz bunu hiss elədik. Bunu Cumhuriyyət marşında da gördük, Qələbəyə doğru marşında da gördük. Və indi sonuncu səslənəcəyimiz əsər Qarabağ Azərbaycandır adlanacaq. Biz ona videorolikdə izləyəcəyik. Bu əsərdə də yenə də bizim 44 günlük müharibəmizdən sonra bu cənab prezidentimiz bu sözü bir, belə deyərdim, devizə çevirdi. Qarabağ Azərbaycandır. Və bəstəkarlarımız da, eləcə də Məmmədağa Mudov da məhz bu devizi götürərək belə bir əsər meydana gətirdi. Doğrudan da Böyük Simfonik Orkestrin ifasında səslənən bu əsər əsr qələbə ruhunu özündə əks etdirir. Azərbaycanın milli kimliyini, Azərbaycanın vətənpərvər övladlarını burada əks etdirir və göstərir ki, doğrudan da güc birlikdədir. Güc olarsa, birlik olarsa, doğrudan da basılmaz vətən, doğrudan da Qarabağ Azərbaycandır və biz bunu hər birimiz deyirik. Qarabağ Azərbaycandır.
danışdıq və mən istərdim ki, kiminsə sualı varsa, kiminsə sözü varsa Məmməd ağa müəllimə buyurun. Mikrofon da oradadır, sizlərin suallarını, sözlərini, fikirlərinizi bilmək istəyərdik. Buyurun. Oradan da deyə bilərsiniz. Əvvəla, xoş gəldiniz Məmməd. Yəni, bütün iştirakçılara təşəkkür edirik, minnətdarlarımızı bildiririk. Qısa danışacağım. Dediniz ki, belə tarih, bəli. Amma nəsə az görürəm sizdən. Elə konsertlə deyəsə kifayətləriniz xahiş edirəm. Mən ürəyimdən keçdi ki, o Violonçel üçün əsər İncənə, İncə xanım, İnci ilə Cəlalə. İnci ittifaq olunur. Əsər İnci. Violonçeldə ifa edən. o əsər Mailəgər Tarçın Gözəls var. Var. Nəsə ürəyimdən keçdi ki, onu işləmək. Amma sizdən yeni Tarçın əsərlər gördük. O qədər. Çox sağ olun, minnətdarlar. Çox sağ olun. Buyurun. Hörmətli Məmməd ağa müəllim, Şahinə xanım, sizin birlikdə gələnlər, Gəncə torpağına xoş gəlirsiniz, əvvəla. Gözəl çıxışlar üçün, ondan sonra gözəl əsərlər üçün təşəkkürümü bildirirəm sizə, Gəncə mədəniyyət işləri adından. Və qeyd eləmək istəyirəm ki, bu cürə görüşlər regionlarda deyim ki, musiqi zövqünün formalaşmasında çox böyük əhəmiyyət kəsb edir. Çox təəssüf ki, bizdə belə görüşlər az olur. Bayağı gəlirlər, konsertlər satırlar, amma belə görüşlər görüntüdə gözsüz adam azdır. Çünki belə görüşlər az olur. İnsanların musiqi zövqünü formalaşdırmaq üçün belə görüşlər labüddür, lazımdır. Bir daha sizə öz təşəkkürümü bildirirəm, gözəl əsərlərə görə, gəldiyinizə görə xoş gəldiniz. Bilirsiniz, mən bir dəfə mənə sual verdilər ki, bu sistemlərdə də müasir musiqi sahəsində niyə yazmırsınız da belə? Amma istəsəm də yazmaq, məni həmişə Azərbaycan xalqının muğam intonasiyaları öz dalıyca dağıtıcı və istəsəm də yaza bilməyəcəm. Çünki mən bu cür fikirləşirəm. O ki, qaldı tara, mən bütün əsərlərim hamısını tarada fikirləşirəm. Necə Azərbaycan dilində fikirləşən kimi, hər insan öz ana dilində fikirləşir. Musiqidə də tar dilində fikirləşirəm. Sonra onu çevirirəm, daha doğrusu bizim musiqiçilər, gözəl musiqiçilər, xüsusilə bax, biri burada oturub, Svetlana xanım, sonra başqaları da var. Biri burada oturub, ona görə olmadığını çəkirəm və deyirəm ki, belə musiqiçilər, musiqi sevərlər, Azərbaycan musiqisinə xidmət edənlər götürüb müəyyən alətlərə. Hərdə mənə deyirəm, bu niyə belə tarda da çalır, violonçeldə də çalır, violində də çalır, klarnetdə də çalır. Bura klarnetdə gəlməli idi, həm də bir əsərini çalmağa. O xəstələndi, cavan oğlan gələ bilmədi. Onu da mən tarçın işləmişdim, sonra götürdülər, çaldılar, onda da alınır, bunda da alınır. Yəni, o Qarayevin bir sözü var ya, Qara-Qaradır. Əgər musiqi nəsə az çox dəyəri varsa, hər bir alətdə səslənəcək. Hər bir alətdə özünü göstərəcək. Ona görə mən bu prinsipi özümə necə əsas tutaraq, fikirləşirəm tarda və tarçın, sonra onları kim istəyirsə götürür, çalır. Mənə də gəlir ki, nə zaman violonçeldə çox gözəl olurdu. Tarda bir başqa cür gözəlliyi var. Bir başqa alətdə bir başqa cür gözəlliyi. Hamısı da bir konsertdə bir əsəri bir dəfə göstərə bilərəm. Bunu mən məsələn, bunu göstərib violonçeldə göstərim, sabah yarım saatdan sonra tarda da göstərir, başqa alətlərdə də bu olmur. Yəni, o dildə fikirləşirəm, tar dilində fikirləşirəm. Əsas olur. Ona görə əsas olur. Əsas olur. Belə. Buyurun. Cəzmətlərdən bir söz deyirlər. Demək, mən ilk növbədə bu məkana üzr istəyirəm, baxın sizədir. Hamınıza təşəkkür edirəm ki, gəlmişsiniz. İlk növbədə Bəstəkarlar İttifaqının sədrinə Firəngiz xanım Əlizaməyə təşəkkürümü bildirirəm ki, o bizə dəstək olubdu.
Kəmilə xanım Qardaşzadəyə, yəni bizim Milli Konservatoriyanın rektoruna təşəkkürümü bildirirəm. Cahil xanım, sizə təşəkkürümü bildirirəm. Burada səsləndirəcəm. Mənim keçmiş tələbəm olmuş Agil, mənim üçün Agildir, sizin üçün Agil müəllimdir. Agil müəllimə təşəkkürümü bildirirəm ki, dəstək olub, yəni belə görüş keçirməyimizə dəstək olmuşsunuz və keçirmişik. Və bayaq müəllim bir amili vurğuladı ki, gənclər azlıq təşkil edir. Bəli, biz istəyərdik ki, bu zalda biz musiqi məktəblərinin müəllimlərini, şagirdlərini yəni görək. Bir-iki həftə bundan qabaq Nazirlik tərəfindən bura ustad dərslərinə yol almışdım və burada çox gözəl potensialı olan hər bir alət ifaçısı şagirdlər var. Onları üzə çıxartmaq bizim borcumuzdur və onları istərdim ki, onlar burada olsun. İndi inşallah gələcəkdə ümid verəcəyik ki, onlar olsun. Sizin müəlliminizin dediyi sözünüzə də cavab vermək istəyərdim ki, Məhəmməd Ağa müəllim yazdığı əsərləri hamısını para yazır. Yəni elə əsərlər var ki, biz onları fleytədə köçürürük, yançıda da, skripkaya da və digər alətləri, klarnetə. Nəyə görə? Mən sizə deyim. Biz Azərbaycanı təbliğ etməliyik daimi. Bizim sənətimizi qloballaşan dünyada bu yaxınlarda konferansımız da oldu. Üzeyir Hacıbəylinin 140 illiyinə bağlı və orada Üzeyir Hacıbəylinin qlobal dünyada irsin qorunması sahəsində görülən işlər. Və mənə elə gəlir ki, biz bu əsərləri, yəni Məhəmməd Ağa müəllim və Üzeyir Hacıbəylinin belə deyək, nəvəsi, köpücəsi və s. ya da o da oradan, tam oradan bəhrələnibdir. Və biz öz sənətimizi uca hər bir yerdə təbliğ eləməyə göstərməliyik. Və müsabiqələr, xarici ölkələrdə müsabiqələr olur və orada şərt olur ki, ya o müsabiqənin, getdiyimiz ölkənin müsabiqənin şərtlərinə görə getdiyimiz ölkənin bəstəkarının əsəri səsləməliyik və yaxud da ki, bizim özümüz. Və təbii ki, biz çox hallarda öz əsərlərimizi seçirik. Amma bir şeyi də vurğulayım ki, bizim Azərbaycan bəstəkarlarımız Avropa aləti üçün əsərlər az yazır. Ümumiyyətlə alətlər üçün az yazır. Məhəmməd Ağa müəllim sağ olsun. Yəni, başqa bəstəkarlar da var. Onlar, yəni qıtlıqdır. Ona görə biz onu yalançıda da biz göstərik. Həm burada bəstəkarın mükəmməlliyini göstərik ki, o əsər hər bir alətdə səslənir. Və o bir nöqtə nəzərdəndir ki, bizim Azərbaycanlarımız, bizim Azərbaycan musiqimiz, bizim Üzeyir Hacıbəylinin irsi o qədər zəngindir, o qədər gözəldir. Biz onu, nə bilim, tükəkdən belə ağaçdan, nə bilim, o Avropada bir də görürsən, dəmirdən ya məişət alətlərində bir nəsə əsər ifadə edir. Biz hətta onu da deyirsək, bizim musiqimiz zaten elə uca olacaq. Ona görə güman edirəm ki, sizin hər birinizin sualınıza da mən üzr istəyirəm böyüklərdən, yəni mən cavab verdim, amma haqqım da çatır. Təşəkkür edirəm, minnətdarım. Çox sağ olun, Şəhbaz. Sizə də mənim hamına təşəkkür edir, məndən başqa. Mən də öz təşəkkürümü bildirəm. Birinci növbədə Agil tanış deyildi. Düzdür, Agil müəllim deyir ki, biz oxumuşuq. Oxuyan vaxtda nəsə dərs deyirkən, nəsə tələbələrin o qədər çoxdur ki, burada mən ikinci dəfə elə bir ki, tanış oldum, özü də yaxşı mənada ki, doğrudan ürəkdən təşkil elədi və ürəkdən söhbət elədi və hiss elədim ki, o istəyi çox idi. Mən onun, necə deyək, bu tədbirin əsas iştirakçısı, əsas necə deyərlər, mənə olan köməyi Ramil müəllimdən, mənim dostum Ramil Qasımovdan, mən bunu, mənim yubileyim keçən illər idi, keçən illər bunu təşkil eləmək uzandı, gəldi, çıxdı, indi belə, bunu belə oldu ki, Agil bəy çox gözəl təşkil elədi, mən düzünlə bunu belə gözləmirdim ki, bu qədər ürəklə buna yanaşsın və təşkilatı hiss edirəm də, bəstəkarlar biraz deyilməyən sözlərə görə mimikadan başa düşür ki, kimin ürəyinə tərdir.
Ona görə mən onu təşkil edirəm. O başda olmaqla bütün bizim Fikrət Əmiroğlu'na Filarmoniyanın kollektivinə, o cümlədən oturur orada, kompüterin arxasında, səs rejissoruna, bütün təşkilatçılara hamına öz minnətdarlığımı bilirəm ki, bizə belə bir qayda göstərdilər, bir də təşkil elədilər bunu. Bir də gəldik, belə ürəyimiz çox sakit və gözəl bir təəssüratla biz buradan inşallah ayrılacağıq və çalışacağıq ki, bu Fikrət Əmiroğlu'nun adını, dahi Fikrət Əmiroğlu'nun adını mən dahi deməklə çəkinmirəm, doğrudan. Onun hər bir əsəri şedevrdir. Əgər hər bir əsəri kiçik 12 miniatüründən tutulmuş, məsələn, o vaxt bizim müəllimlərimizdən biri deyirdi ki, əgər bir bəstəkar, heç olmasa bir 3 dənə, 4 dənə Fikrət Əmiroğlu o 12 miniatürlər, o miniatürlərdən yaza bilirsə, deməli o bəstəkar adına layiq. Mən bunu Fikrət Əmiroğlu adını daşıyım bu məbəddə, bu ocağa, musiqi ocağının bütün kollektivlərə təşəkkür edirəm. Çox sağ olun. Əlbəttə sözümün sonunda mən təşəkkür edəcəydim. Sağ olun Svetlana xanım, sağ olun Məmməd ağa. Mənim siz təşəkkürlərinizi artıq elədiniz. Svetlana xanım, sizin özünüzə də təşəkkür edirik. Bu işin əmələ gəlməsində sizin də çox böyük əməyiniz var. Bu işdə əməyi keçən hər bir kəsi mən də öz adımdan təşəkkür edirəm və yubileylərdən söhbət getdi. Bu il bilirsiniz ki, bir neçə gündən sonra Ulu Öndərimizin anadan olmasına 102 illik idi. Dahi Üzeyir Hacıbəylinin bu il 140 illik yubileyi idi və belə bir tədbirin, belə bir möhtəbər ocaqda keçirilməsi də demək elə belədən deyildi. Bunun da bir öz məqsədi, öz amalı var idi və mənə elə gəldi ki, səmimi şəkildə keçən bir gecəni biz yekunlaşdırırıq. Sağ olun, diqqətinizə görə təşəkkür edirəm.